Soy Production'ın təqdimatında 3 bacı serialı başladı. Sen elə bilirsən bomba olansan? Sen benim bomba gibi patlamamı bilmiyorsun daha. Sen heç zırh paket de dörsən. Sana patlama noktasını gösteririm sana. Bunu ne çıkarırsın? Hele bunu dizin yere koymağına bak Tarık, kebabı ne vaxt çəkəcəksiniz? Ben hemen yakıyorum şimdi kebabı. Hemen alıyorum hemen. Ben de gelmiş işleri yum gəlim. Selamünaleyküm. Aleykümselam. Aleyküm salam. Xeyr ola. Hayırdır. Bu pişniyi buradan yığışdırın da. Niye? Qonşular şikayət eləyir. Qonşular şikayət eləyib? Heç vaxt ona bilməz. Bilmez. Deyirəm, kişini yürüdü. Heveslendik bir gün geldi çıktı. Biz üç bacı büyük şehre. Burada çoklu yeni dostlar taptık. Ümitlendik aydın seher. Sevinç tecrübe esir. Yemek hoşbextim mehrizi. Bir komşuların da her biri saadet sevme dersidir. Çölde işte evde firavanı Ermegan'da biz çok mehribanı komşularla hoşbext dolanırız. Evde yola gitmesek de biz hiç bacılar. Bak herkes bunu bilir her tarafta bin bir söhbət gedir. Kimse testi kimse yola gedir. Bakın sevin gülüm geldik üç bacılar. Marif dayı, ne istiyorsunuz bizleri? Ne verip alabilmirsiniz? Koymayasınız yaşayaq. Bir olmaz axı. Qələt elib Marifdə bir dəfə idi ki, piknik elədi. O dəqiqə zəng vurdunuz polisə. Olmaz axı belə, ayıbdır. Onsuz da bir kişiş verəcəkdik də sənə. Ya ben şarkı falan bile söyleyeceğim. Falan verəcəkdik. Hadi ben sizin kebabınıza, şarkınıza kalmamışım ha. Mehlenin ortasında kebap çekirsiniz ha. Hadi siz ne milletisiz siz? Avrupalısınız, Amerikansız, ne siz? Ha? Hadi bizim millet aklın dikçesini komşuyla bölen milletti. Hadi bu binada 100'den çok aile yaşıyor. Bunun kocası var, hamilesi var, uşağı var. Temboli, oğlan uşağı. Hadi müeyyen yerleri uşağın şişse, onda neyini içsen sen? Hadi kebap istiyorsunuz, gidin oturun restoranda, tıkın, yiyin de. Sonra çıkın Besetka'da da çayınızı için. Olmaz. Marif dayı, ben indiye kadar size qarğış eləməmişəm, düzdür? Düzdü. Buna göre beni bağışlayın. Tut. Bunu sakın. Hadi. No. Uşaqlar, siz də bağışlayın da. Niyə? Vəzifə borcudur. Tamam. Yığışdıraq. Özüm örtərəm. Sən narahat olma. Marif, niye ölmüşsən hə? Ölgünə bu cemaatın canı səndən qutarsın. Güboş. Hə? Sen bu ne oldu benimle danışırsan? Peki sen benim hanımımsın değil mi? Ben seft olsam gene diyesen düz değilsen. Bu birincisi. İkincisi. Benim sene terpet elemeyden başka neyi düz eləmirəm? Marif, bax o cavanlar orada piknik eləyirlər. Nəyi pisdir hə? Bax nəyi pisdir də? Nə istəyirsən onlardan? Qoy piknik eləsinlər də. Belə qorxursan ki cemaat şişər. Belə şişir cəhənnəmə şişsin. Belə al günan kilo ət apar payla onlara da. Yox Marif,
Sən onlara prosta paxıllıq eləyirsən. Da, onlar cavandılar, amma sən uşaq qocalmısan, ona görə onlara paxıllıq eləyirsən. Onsuz da onlar sənin xəsiyyətinə bələddirlər də. Həmişə bir-iki şiş sənə kebab gətirib verirlər də. Daha nə istəyirsən? Bir-iki şiş nə də qız? Bir-iki şiş. Onlar bilirlər, mən ancaq ağ əti xoşlayıram. Özə bir-iki şiş ağ ət bilirsən nə deməkdir? Bir qoyun sürüsünün genasidi deməkdir. Kübuş. Mən sənə bu vaxtacan el qaldırmamışam. Elə eləməklə promoy ayaq qaldırma. Da. Yaxşı Marif. Bax sənin o vann otağındakı ördəklərin var, rezin ördəkləri. Onları hamısı kusuq eləyib bud vuracağım onlara. İndi baxarsan görərsən. Allah səni öldürsün Marif. Onsuz da sən cəhənnəmliksən də. Vallahi cəhənnəmliksən. Marif. Onsuz da səni heç cəhənnəmə də buraxmayacaqlar. Bilirsən nə üçün? Çünki cəhənnəmə də normal adamları buraxırlar. Qalacaqsan ortalıqda belə fırrana. Bildin? Baxarıq. Görək kim ortalıqda qalacaq. Sən öz fikrini belə. Kübuş. Sən hansı gülləri xoşlayırsan vəbşə? Oy Marif, Roza. Roza? Da. Qəbr üstümə deyirəm, gələndə gətirim Roza bahadır. Qavazdika yaxşıdır. Allah güldürsün beni. Marif, heç səndən gözləməzdim. Xoşbəxt, gəl də. Marif yoxdur. Gəl də. Gəlirəm də göbüsə yavaş gəlirəm ki, səs çıxmasın. Yoxdur. Az doğrusu Marif yoxdur. O çək istəyi Allah bilir gizlənib. Orada video qoyub. Oğlanlar hanı? Deyib setkada maskalanıblar ki, Marif görməsin onları. Yavaş, səsin çıxmasın. Ki? Gəlin, başa düşdük, gəlin oturun. Gəl otur da. Bu nə idi ki? Bu maskalanmaqdır. Ya biz böyle kıyafetler giydik ki kimse bizi tanımasın. Tembole Marif. Tarık, mən deyəndə ki, uzunun ağlı topuğunda olar, sizin xətrinizə dəyir. Az qalır ki, başı bax bu bisetkanın tabanına çıxsın oyuna, amma ağıl deyilən şey yoxdur. Xoşbəxt, xahiş edirəm öz malından danışasan. Şəhərdə afsan paltarında gəzən bir nəfər varsa, o da sənin kavalerindir. Sən necə dedin? Hər öz malından danışsın. Allah biz bəyəm sizin malınızıq. Ya mal derken inek anlamında demiyor ya. Neydi o adam? Tavar diyor. Aa, mən də bildim də, elə bildim ki, mənə nə deməzsə. Yenə də köstəbə edisəydi. İndi mən başa düşmədim. Siz nə ağacıydınız? Çınarsınız, şamsız, yolkasız, nəsiz? Ben Ankara şamıyım. Mən də Efiopiya xurması. Xurması, hə. Eşən, eləmə ki, toy şamımız yanmamışdan qabaq sönsün. Yəni, xoşbəxt demək istəyir ki, anatomik olaraq siz kişisiniz. Bu aydındır. Amma ki, nəyinə sübut eləmişsiniz sən bunu? Domino 0. 0. Nərd 0. 0. Tində dayanıb qızlara söz atmırsınız. 0. 0. Atınız yox, qılıncınız yox. Bir dənə qal bu kebabı çəkməniz də. Vəssalam. Kebab yeməyə gəlmişsiniz bəyəm. Hər şey asıl elə Marif'in var. Marif belə... Marif çıxdı. Gül eləysən. Sən bunu qalın söndür Eşən. Az gedək. Darı. Az geç də. Ben bırak kol çekin. Ne oldu ki? Mən də çəkeyim. Ha. Xəti bacı, soruşma qabılmasın, biz niyə qol çəkdiyimdir? Birinci soruşarlar, sonra qol çəkərlər. Qol çəkdiniz ki, ağır cinayətlər törətmişsiniz. Narahat olmayın, təhlükəsizlik qaydalardır. Sən ürəyim düşmüş də. Dedimə bahardan bildik ki, cinayətlər hamısı bizdikdir. Oy qaqa, məni demirsən. Nətər özümü itirdim. Əksdə səndə zapas şalvar var. Nə oldu ki? Heç nə. Ta olan olubdu, hesat. Oy. De, zibilə düşmüşəm də. Mənim
Mənim işimə gücümə bax. Cəmaata təhlükəsizlik qaydaları öyrədirəm. Ay Xədicə, sən yazıq. Səndə günah yoxdur. Sənin qonşun Marif deyib, Marif. O gün gəlib dükana şirniyyat almağa. Ay kişi, şirniyyat al. Allah'a da şükür elə. Çıx get də. Hardan? Yanıb orada qapıda. Baxıb ustalar tərəfə. Birdən-birə yaxınlaşıb onlara deyib ki, biz sizin hanı kaskalarınız? Bəs təhlükəsizlik qaydalarına qol çəkmisiniz. Sən təsəvvür edirsən. Bu yazıq ustalar gündə 2-3 manat pul qazanırlar. Onu da versinlər cərimələrə. Hə də deyirik. Dünənlərin bir maşını aldım. 20 minə. Deyən sən. Qaqa, bir gedir. Əməlli başlı üzüm dala dartıldı. Düz deyirsən ha. Mən səni gördüm. Oturmuşdum öz restoranında futbola baxırdım. Bir də gördüm ki, yanımdan elə keçdin ki, güllə kimi. Şadlıqlara sürəsənə. Bunlar kasıb ustalardır da. Gündəlik bunların 2-3 manatı oldu, çörəkləri var. Olmadı ya, aç yatıcı. Sən Marif, böyük adamsan, özünü ağıllı hesab edirsən. Yaxşı ki, xoşbəxt, o gün şirniyyatın pulunu ondan almadı. Ondan sonra elə bilginən ki, Marif biraz düzəldi. Dayıdənlə qara qızın dərdi varmış da. Ümumiyyətlə deyirlər ki, Marif gülün qonşuluğunda evlərin kvadratı 5-10 manatdır. Dəhşət ucuz deyə. O da 5-10 manat nədir? Havaya da verərlər. Onu semlə dayıl. Saat neçədir? Getmir, vaxt getmir. Getmir ki, bu ölsün, bundan canımız qutarsın. Luqas, Elnara. Dünənləri əri polis dairəsindən getirmişsən. Yenə Mari. Görsən, kim olacaq ki? Nədir, siqareti çəkib, kütüyünü blok atıb. Ay balam, siqareti görə adımı polisə verirlər. Uzaqbaşı çıt bu televizyoda. İndi bax da sən. Bu ölüm mələyi bunun ardınca gəlir. Gəlir ki, bunu aparsın. Özü də Madagaskardan. Deyəsən piyada. Gəlib aparsaydı canımız qutarardı. Gel. Bir de salam Marif. Ay salam. Əyləş belə. Evet. Marif dayı. Zəhmət deyilsə bura bir qol çəkin ki, şikayətinizi təmin elədik. Sənin o sifətin mənə yanıman tanış gəlir ha. Sən bizim binanın ışıq pulu yığanı deyildin. Bəli Marif dayı. Marif dayı, bilirsiniz, işıq pulu yığmaq vaxtı gələndə işıqçı oluram. Polis olmayanda polis oluram. Belə prodüser olmayan yerdə də prodüserlik edirəm. Bilirsiniz, əmək haqqı azdır. Hər yerdə işləyirəm də. Mən də fikirləşirəm, bunlar aktyor tapa bilmir, hər yeri səni dürtürlər bunları. Yo, qətiyyən. Tələbat var da. Marif dayı. Marif dayı, bir də bir şey demək istəyirəm sizə. Bizim rəis deyir ki, Marif dayıdan xahiş edə biraz şikayəti azaltsın da. Valla, nə türmədə, nə də KPZ-də yer qalmayıb. Hamısı dolub. Hamısını siz tutulduğunuz adamlardır. Problem yoxdur. Azaldarıq şikayətləri. Çox sağ ol Marif dayı. Minnətdarım. Əlvida. Ne davay. Ne bu sen bunun? Şikayetlerin sayını azaldın. Hebi yoktu patsan. Şikayeti hele birinci senden yazacağım. Şikayetleri azaldın. Benim şikayet etme hüquqlarımı ben elimden almak istəyirlər. Ve ne deyir? Elvida. Elvida yok. Helelik. Hele biz məhkəmələrdə senden görüşeceğiz. Dayan bir. Ne olar? Arkadaş bir dakika ya. Hala biraz yavaş yeri de. Şapşuplarımın sesi düz düşüp beynime yeme. Ağır çaşma ha. Bir bak yok kimle danışırsan. Cənab reis, bığlarımı qırxmısan, sən o səni tanımadım. Üz vermişəm ha sizə deyəsən. Polis də şapşup giyir. Mən də elə onu deyirəm də, geyinmir də şapşup. Deyirəm, bəlkə ayaqqabının padosu qopubdur, ona görə şapşup eləyir də. Yaxşı.
Ay qardaş, bura sənin üçün proxadlı dvorzaq deyil ha, bildin? Get o tərəfdən get də. Ay qardaş, gözlərimi yavaş yum aç da, səsi beynimə düşür. Qaqaş sən sənin arvadındır. Xanım bağışda, qurban olun bağışda. Elə bildim qaqaşsınız. Bu boğlarına bax ha, qaqaş deməyim, nə deyim buna bəs? Yaxşı ki, mənim arvadım yoxdur. Yoxsa şoşqalayardım onu. Bahar'la mı ilgili? Neden çıkarıyorsun Fikret? Allah aşkına bir daha alma şu kadının adını. Lütfen yalvarıyorum sana. Özür dilerim. Zamanla unutacağım herhalde. Bunu en çok ben istiyorum. Bu filmde bütün əhvalımı körlədi. Ne söyleyeceğim? Trabzon'daki evle ilgili. Filmdə də hamısı rolə girib oynayırlar. Ay. Yetersen çabuk. Beni göndermek istiyorsun o dünyaya ha? Sen özünde günde sana ay kızım ay vay vay. Işıklı tüneli görürsen hoca. Yetişmişsen sen hoca. Lalıklıysan. Allah güldürsün beni sen. Marif, какой ты бессовестный. Вместо того, чтобы durup bana bir tane derman verirsen, ben ele salırsan. Hiç gözlemezdim seni. O kız sen özüne ne derman boydasan da. Ne derman verim sana ben. Göbüş, tor yesen dilemişim gelir de bize darıkmadan. Döz de biraz. Geldi diyesen. Aa Kübra xala, ne olub sizə? Ne olacağım, belə Marif'in canına azar olur. Heç nə, əsəbləşdirdi məni, davliyim qaldı. Gediriyor gedirdi. Üzr istəyirəm Kübra xala, o canına azar olub, Səidiyə deyilmirdi bəyə? Tora, Səidiyə hərdən birdən deyirdilər. Marifə sutkanın 24 saatı deyirlər bunu. Bütün bu blokun sakinləri. Ay kişi, belki durup kıza yer verəsən, hə? Dur ayağa. Ne canı var bir deri bir sümidi. Otursun senin yanına. Yaxşı gel otur da sen de. Sen xətrime. Çıxın balkona görüm ne var ne yok da. Otur. Ha, get gör kimi türmeye salırsan indi. Davlenyanızı ölçək? Ölürəm Tora. Xanım balıq almaq istəyirdi. Nə balıq qutarı be, burada satırdılar, bayaq getdilər hə. O bitin o tərəfdə deyəsən balıq satırlar hə. Onca binanın arxasında da nefçalanlar balıq satır. Elə bildiyim bu qədər deyə. Çox sağ olun, bağışlayın, narahat elədim. Sağ ol xanım, narahat eləmədin. Olan şeydir də xanım. Mən özüm bilirəm, ölçə bilirəm. Dada, telefonumu ver mənə görüm. Telefonu ver buraya görüm. 5 dəqiqəlik ver buraya görüm. Telefonumu ver mənə bir dəqiqə də. 5 dəqiqəlik, 5 dəqiqəlik. Sonra biləcəksən sən. Davay. Всё. Mən özüm bilirəm, Kübra xala. Ay kız, ora yok, ver bura görüm. Bura, bak bura. Siz bilirsiniz bura niyə sərindir, hə? Niyə kölgəlikdir? Yox, bilmirəm. İndi mən deyərəm bilərsən. O mənim papağımın kölgəsidir, bax bura düşür. Sən onu bilirsən ki, yağış yağanda bütün qızlar gəlir girir mənim papağımın altına. Sizə elə gəlmir ki, siz artıq mənimlə başqa söhbət edirsiniz. Ha, yox. Mən prosta söhbəti fırladıram da özüm üstündə. Mən də sizin nömrə də qoymalıyam. Ha, yox. Mən nömrələmək lazım deyil. Olsa da görsəz tanıyacaqsınız mənə. Xanım, telefon nömrənizi verərsiniz mənə, hə? Ne yaxşı? Yeter, kurum. Xanım, Fatimin dükkanı o tərəfdədir. Get də, get biraz oradan sağa dönərsən, oradan da sola dönərsən. Orada görəcəksən Fatimin dükkanı yazılıb. Məhəllənin ağsaqqalı, mənim babam. Mən səni çox istəyirəm, ay Marif kişi çox istəyirəm.
Marif kişi inşallah o çektiğin şekli pozarsan. Ya da bunu çekmişim ki ben pozum. Utanmırsan. Çiçek gibi kız sevir seni. Ha? Bugün sabah da toyumuzdu. Sana lazım mıydı bu güngül böyle flirt? Marif dayı, Marif dayı. Özüm ölüm demirəm. Sen öl, məndən adres soruşur. Özün öyle sana da. Telefonu da ona göre aldın. Soruşasan ki eve çatmışsan ya yok. Allah hakkı senin gibi oğlanları yığaram, doldururam vagona. Gönderirim Ramoy Almanlığa girine. Marif kişi, kurban olub sənə. Sen 2 nəfər cavanın arasında dava salmadı ha? Hayıp temiz adamam ben. Özü yaxşı oğlanam. Yoksa süründürerdim seni o toranın dalısıyla Paplastunski. Marif dayı, söz verirsən ki demeyeceksən. Yo, ben Tora'ya hiç ne demeyeceğim yo. Hiç ne demeyeceğim. Ama ahırıncı defa olsun. Söz verirəm. Piyoner sözü verirəm sənə. Kaç görünmedi. Yaxşı qutardıq Heçlan! Yalancı pabni! Demeli sen başka kızlara bakırsan ha? Nifret edirəm sana nifret! Tora, bir saniye içinde necə çatdırdı bu sözler sənə? Necə? Zamerli kadrlarla baksan bilərsən. Pabni, demeli sen başka kızlara bakırsan ha? Nifret edirəm sana nifret! Tora, bir saniyenin içinde necə çatdırdı bu sözler sənə? Sağ ol Marif, sağ ol montajyor. Ağır, bizim aramızda her şey bitti. Demeli her şey bura kadar imiş ha? Elini uzuna tut. Tiyatral mı vuracaksan ha? Əzizim bu tarafa vurmalıydın, səhv vurdun. La belə düz vurdum. Mən axtarma. Dalımca da gelme. Zengeleme SMS de yazma. Sen beni saklayacaksan ya yok. Saxlayaq da, əzizim, qurban olaram sənə. Ayağımın altında ölüm, məni bağışla. Öpürəm səni, bağışlayırsan, hə? Heç vaxt. Əlvida. Ya, otur. Otur, nədir o söz, o sarı kök, göz məsələsi, nədir o? Gözləməkdən gözlərinin kökü saraldı. Bu, haradaydın? Harada olacaq? Məşqdə. Aktyorun işinin adı nədir? Səhnə, məşq, an. Çox darıxdın? Yenə Səadət. Ay sən, bundan ailə dolandırmaq olar Səadət, hə? Sən bilirsən aktyorla pizzanın fərqi nədir? Hər ikisi yeməlidir. Ya, nəsə, düz gəlmir axı. Nədir fərqi? Aktyorla pizzanın fərqi ondadır ki. Stop.
Necə idi? Super. Okey, tamam. Nə? Aktyorla pizzanın fərqi? Hə, aktyorla pizzanın nə fərqi? Fərqi ondadır ki, pizza bir ailəni bir gün doydura bilir. Bax elə. Falş. Oy. Sən Allah bu aforizmi hansı saytdan oxumusansa, git o saytı blok elə. Çox axmaq bənzətmədir. Sən aktyor sənətini yaxşı olardı ki, qara kürüyə bənzət. Çünki əl çatmazdı o. Sən aktyor sənətini kamikadzəyə bənzət. Çünki təkrar olunmazdı o. Sən aktyor sənətini Elza Seyidcahanın əhqablarına bənzət. Çünki fərqlidir o. Sən aktyor sənətini maşının ön bamperinə bənzət. Çünki irəlidədir o. Başım şişdi o. Sadət. Yox, elə əvvəldən böyükdür başım. Nətərsən ağır? Selamatçılıqdır. Ay ağır, sən kənardan bir özümü görə biləydin. Nə sübətdir sənə, niyə ağır? Selamatçılıqdır da. Allah güldürsün məni. Sən bir dənə toğranı, 30 kiloluq sən toğranı əlində saxlaya bilmədin, hə? Ağır, ben kişi kimi dedim, Toru'ya hiç ne demeyeceğim, demedim. Prosta senin şeklini çektiğim telefon Toru'nun'ydı. Qaytardım da ona. O da sende bir video bakıp videoya. Öz telefonunu da özü bilir, ister bakar, istemez bakmaz. Ağır, sen Toru'nun o moment sıfatını göreydin. Cırılardın gülmeyden. Allah güldürsün beni. Gel biraz da senin təvazökarlığından danışaq. Mənim təvazökarlığımdan danışmaq üçün bizim həyatımız bəs eləməz. Çünki mənim təvazökarlığım haqqında dayanmadan danışmaq olar. Çünki mənim təvazökarlığım ən nadir və təkrar olunmaz bir... Təvazökarlıq sənə. Təvazökarlıqla mən bir cümlədə işləmirəm. Yeri yoxdur. Düz gəlmir. Nə istəyirsən məndən? Canmazlar istəyirəm. Nə istəyirsən sən? Heç istəmirəm. Mən nə istəyə bilərəm səndən? Hələ ki, sən istəyirsən. Sadəcə mən demək istəyirəm ki, sənə heç bir aidiyyatı olmayan aktyor sənətindən əl çəkəsən. Bu əskəriyə də getməyəcəksən ki, deyim ki, əskərlikdən yayınmaq üçün İncəsənət Universitetinə can atırsan. Efirə çıxmaq istəyirsən sadə, hə? İstəyirsən, çağırım kanallarla gündəlik verilişə bax. Sən elə də heç nəyi başa düşmədin. Özün başa düşmürsən, bari anandan soruş, o dahi aktrisadan. Alqışlar ki var, bilirsən, qulaqlara sığaldır o. Alqışlar eşidəndə insanın qəlbi elə sevinir ki, az qalır adamın ağzından çıxsın, özü də əl çalsın. Başa düşürsən? Sən belə şeyləri hardan başa düşəsən? Zavallı. Okey. Alqış istəyirsən. Bir dəqiqə. Mən çox üzr istəyirəm, salam, xoş gəlmisiniz hamınız. Sağ ol. Bu istirahət elədiyiniz restoranın sahibinin xatirinə gürültülü bir alqış eləyə bilərsinizmi? Amma bu... Necə idi? Əladır. Amma bu deyil. Çünki səhnədə alqışlardan savayı güllər də olur. Çox gözəl. Təşəkkür edirəm. Amma o deyil. Bilirsən, çünki mən bu alqışları və bu gülləri əldə eləmək üçün mən heç nə eləmədim. Demək ki, mən bunlara layiq deyiləm. Başa düşürsən? Okey.
Həzərat! Çox üzr istəyirəm, sizin istirahətinizə mane oluram. Mənim yanımda əyləşən xanım aktrisanı dinləməyiniz üçün nə qədər minnətdar olacağımı təsəvvür belə eləyə bilməzsiniz, amma gəlin təsəvvür eləyək və dinləyək. Buyurun Səadət xanım, buyurun. İnanıram ki, sizi dinləyəndən sonra bayaqki alqışlardan da gür alqışları siz özünüz qazanacaqsınız. Buyurun. Modul. Marif, hiç utanırsan, hə? Bu nə hərəkətdir sən eləyirsən? Ayıb deyir sənə. Как тебе не стыдно вообще? Kes sesi var, ne çok tansın ha? Galet eləyir ağır. Gün kimi qız diye onu yoldan çıkarır, onu alladı. Önce sen deyirsən ölümün senin çatı bağcı ya. Sen ölesən, Marif. Seni bastırmayınca никуда. Все, понял? Я тебя видеть не могу. Вообще, все. Ay Allah korkuttu beni. Ben sensiz neyineceğim Yollar mı pambık? Ay bu yadında saklayayım ben. Besmertliyim. Bilmirdi ha? Bilmemişim bakı buna. O ne lan? O ne sesli? Kim var burada? Kimdi burada asmadan eziyet çekir? Düşün. Ayşe! Marif'le oyun oynuyorsun. Oyun? Hayatı da oynayabilirsen sen. Ayşe! Abi hele benzetmeyle tanışma. Tüfengim var evde ya. Güllelerim seni. Özlü müdafiye sayılar. Öldürsen? Ölümsüz birini öldürsen? Ölümü öldürmeyi var. Kimi? İndi nə nihayət? Hörmət aktrisa. Bərkəm, lüğətimizdə alqış sözünü pomidorla əvəz eləyiblər. Ha? Ola bilər, xəbərin yoxdur. Həqə bir dənə baxım. Mənə səbləşdirmə də, Səadət. Sən bir şey düşür, buradan nətər çıxır? Gözləyək də. Bunlar romantik hadisə də ola bilərdi. Kıstati, biraz o yana çəkili, yaxından alacaqana da oxşuyursan. Bəs nə? Yine de adı kavuğunu değişmedi ha? Kışkıracağım ha ben. Bacararsan? Onu bacarmak lazımdı. Bak axırıncı dəfə deyirəm, çıx mənim evimdən. Yoxsa qışqıracağam. Buyur. Ha? Ha? Aa, hani senin deryazın? Hani senin o qara kapşonun? Ha? Kim dedi ki ölüm belə gəlir? Skelet və əlində dəryaz. Gülməlidir. Ne yukarı bu?
Səncə qismətdən qaçmaq olar? Peki öyle şey. Ruslar demişken uzak yola çıkacağım. Pasitim ne de Roşku. Ümumiyyətlə mən kimdən danışıram? Dokumentlərimi göstərdi mənə də. Marif, mən işıqlı yığanam. Sən elə mənim işığımı söndür. Tora, ne oldu be? Ne? Hə, yadıma düşdü. Evdə eşikdə nə var, nə yox? Salamatçılıqdır. Balaca qardaşın deyilmiyik? Yaxşıdır. O gün neynəsə yaxşıdır. Dəli girib hamama maçalqanı götürüb. Niyə çaşdırırsan məni ağır? Mən depressiyadayam. Zəhləm gedir səndən. Rədd ol. O tərəfə. 4 tərəfə. Cırılı. Mən gülməli nəysə dedim ki, cırlasan. Yaxşı da Tora da, bağışla da mənə də. Okey, bağışladım. Çıxsan. Rədd ol! Pardon, bağışlayın. Davam edin. Sonra bağışla da mənə. Bu səhərdə nə deyirsən onu da eləyirəm də. Yaxşı, indi nə istəyirsən eləyim ki, sən mənə barışasan? Bilmirəm, ağır bilmirəm. Heç nə lazım deyil. Sən məni çox incitdin, ağır çox. Mən səni bağışlamaq istəmirəm. Get. Bir dəqiqə.
Her şeydən xəbərimiz var da, hə? Əgib də gör. Durduğum yerdə işə düşmüşəm. Marif. Əcib deyil. Nə deyirsən? Başlayaq söhbətə. Əyib deyil. Mən getdim Toğran yanına. Çuçu. Mənə bax ağır. Deyirəm barışmaq üçün ən yaxşı vasitə lezginka oynamaqdır. Bir dənə süzərdin də qabağında da. Bayaq oynadım da lezginka. Keçmədi. Yox. Vay vay, qızın rəngi rufu qaçıb. Xətrinə pis deymisən də. Neyini eləmə. Mənə kömək elə, mən ona barışım da. Axı sən professionalsan. Neyini mi? Professionalsan. Mənə bax ağlıma bir dənə fikir gəldi. Bilsən neyiniyik? Gülünc olsa da, işləmiş variantda da, nə deyirsən, bəlkə keçərli oldu. Bilsən neyiniyik? Mən dostlarıma deyərəm, sən də biraz onlara hörmət eləyəsən. Sən kafedə oturduğun yerdə, birdən lapdan bunlar girərlər içəri, başlayarlar səni ilişməyə. Qorxma ya. Sən də başlayasan onları... İçkinə. Eşidirsən, məni başlayasan onları çırpmağa. Narahat olma, özləri səni uduzacaqlar. O qızların xoşu gəlir axı, oğlanlar onları müdafiə eləsin. Ürəkləri gedir şıramda dalaşqan oğlanlar üçün. Üzüm ölüm 100% əminəm ki, keçərli olacaq. Ruşsu, nə deyirsən? Danışın, xoşuma gəldi. Hə, yoxdur da, ürəyim üzüldü ki. Danış. Zəng elə, hə? Zəng elə, yaxşı. Ayma. Aycan. Mənə zəng gəldi. Danış da. Danışa bilmərəm Ayma, gizli nömrədəndir. İndi hə, yox deyib qayıdıram. Hə? Bizi çürütmə, sarı bu. Son arzumuz nədir? Saat 21:30-da. Tanıyırsan da Kübranı. Götür apar onu da. Təkrarı şənbə və bazar saat 11-də. Növbəti günah özünü xilas eləmək üçün həyat yoldaşını ayağa verdi. 3 bacı plus 1. Bu çox müəllimdir də. Babamın başı, babamın çiyinləri. S тобой всё ясно. Alo, dəlixanadır. Gülməli olacaq. Hadi doğru mu? Marif!